Mən 25 yaşında iman etmişəm və bir müddətdən sonra kəlamı oxumağa başladım. Ancaq sanki 55 yaşında mən bu parçadan bir vəhy aldım. Orada demək, bu parça nə ilə başlayır? Deyir, hər zaman dua etmələri üçün. Məsih deyir, hər zaman və bizim tərcümədə daim. Daim bilirsiniz ki, bu ardıcıl və ya arası kəsilməyən bir prosesdir. Çox maraqlıdır ki, mən dünən də bölüşdüm bu haqda. Mən düşündüm, mən daim nə edirəm? Daim yürümürəm, daim yatmıram, daim danışmıram, daim yemirəm, daim içmirəm. Mən daim sadəcə bir şey edirəm, öz iradəmlə, yəni tələbatım var buna, nəfəs alıram. Mən nəfəs alıram, daim nəfəs alıram. Demək ki, bunu düşündüyüm zaman mənim üçün bir vəhy oldu ki, dua ruhani insanın nəfəsinə bənzəyir. Necə ki, fiziki insan nəfəs alır və bunun sayəsində yaşayır və dua da buna bənzəyir. Və sanki bu parçanın birinci və sonuncu cümlələri bizim üçün hər bir şeyi tamamlayır və əgər diqqət yetirdinizsə, bu parçanın, bu hekayənin sonunda Məsih belə bir söz deyir ki, insanoğlu yerə döndükdə yer üzündə iman tapacaqmı? Çox maraqlıdır. Çünki mövzu heç iman haqqında deyil, mövzu dua haqqındadır. Dua haqqında. Və dua mövzusunun sonunda bunu demək sanki başqa bir mövzuya keçmiş olur. Ancaq biz bilirik ki, Məsih heç bir kəlməyi, yəni bir məna olaraq, məna yükləyir o kəlmənin içində və mən başa düşdüm ki, Məsih deyir ki, yəni iman duaya bərabər edir. Mənim üçün anladım ki, əgər mənim imanım varsa, mənim duam hökmən olmalıdır. Əgər mənim duam azdırsa, demək ki, imanım azdır. Mənim üçün bu iki paraleldir və bir-birinə bərabərdir iman və dua. Bayaq söylədiyim kimi, dua imanlının nəfəsi kimi olmalıdır.